Salam dostlar, kanalımıza hoş geldiniz. Bugün biz Great Wall C30 modelinin qalagenin lampoçkası yanmır. Onu açıb dəyişmək istəyirik. Kimə lazım olsa yararlana bilər videomuzdan. Bir burada, iki, bir de burada. 3 tane boltumuz var. O hem bolt hem şurub. Atörkə ilə də açmaq olar. Açarla da onu açıb İnşallah oradan saşetniki aralayıp oradan qalageni çıxartmaq lazım. Deməli dostlar, bizim bu hem bolt hem şurup dediğim belədir. 10 açarlandı bunlar. Onu açtıktan sonra inşallah buranı belə tutup yavaşça çekirik. Bu belə buradan çıxır. Çıxdıqdan sonra inşallah biz baxırıq. Bunun içeride de bir bakın görürük qalageni. Bu bizim qalagenidir. Qalagenin arxasıdır. Bizə lazımdır bunu çıxartmaq buradan. Basırıq, çıxardırıq. Deməli dostlar, bu ştekerin iki qırağında burada sırkaları. Bunları basıb belə buradan bunları çıxartmaq lazımdır. Çıxardandan sonra bu da bizim qalagenimiz. Bunu da fırladırıq. Yerindən çıxır. Yerindən atır. Samakalar çıxarırsan buradan baxırsan. Bizim qalagen lampoçkamızdır. Bax gördüyünüz kimi tökülüb. Bizim qalagen. Bunu alıb dəyişməyə lazımdır ki başlamaz. Yola vursun. Deməli belə dostlar, bu lampoçkamızı gətirdik. Lampoçkanı qaldırıb keçirdirik yerinə və fırladırıq. Fırladanda oturur öz yerinə. Ondan da sonra inşallah ştekerimizi belə geçirdirik ora. Oturur yerine. Qalagenimizi yoxlayırıq. Yerine taxandan sonra dostlar onu yoxlayırıq. Maşallah qalagenlərimiz yanır. Xeyirli uğurlu olsun.